Deməli, qəbul etmə sürəti 1024 bit bölünsün saniyə olan modem saniyədən maksimum neçə bayt informasiya yükləyə bilər? Deməli, qəbul etmə sürəti 1024 bit bölünsün saniyədirsə, deməli 1 saniyədə 1024 bit informasiya ötürür. Bizdə də bunu baytla soruşur. 1024-ün bölərik 8-ə, bitdən bayta keçmək üçün deyək 128 C variantı. Deməli, 81-də deyir, Unicode sisteminə daxil edilmiş bir simvolun kodu ASCII kod sistemində neçə simvolun koduna bərabərdir? Unicode-da bir simvol, ASCII-də 2 simvolun koduna bərabərdir. Çünki Unicode-da bir simvolun ölçüsü ASCII-dən 2 dəfə çoxdur. Unicode sistemində yığılmış kompüter sözünün informasiya miqdarı nə qədərdir? Burada kompüter sözünün simvolların sayını hesablayırıq və Unicode-da bir simvolu 2 baytla hesablayırıq. Army Teacher arada ulduzlar da var. Sözünün kodlaşdırılması üçün nə qədər yaddaş sahəsi lazımdır? Heç bir şey verilməyibsə, yəni əlifba varsa əlifbadır. Burada bunu ASCII kodlaşdırması götürürük. Yəni bir simvolu 1 baytla hesablayırıq. 224 simvolu əlifbada hər simvol yaddaşda neçə bayt yer tutur? Yəni 224 simvollu əlifbanın bir simvolu yaddaşda 24 bit yer tutduğuna görə 24 biti də bayta keçirsək deyərik 3 bayt. 5 baytla kodlaşdırıla bilən simvolların maksimal sayı nə qədərdir? Bizim düsturumuz var idi ki, en bitlə kodlaşdırıla bilən simvolların maksimal sayı 5 bayt dediyinə görə baytdan bitə keçərik 8-ə vurmaqla 40 bit. Və məsələn indi belə oxusaq ki, 40 bitlə kodlaşdırıla bilən simvolların maksimal sayı nə qədərdir? 2 üstü 40. Sonra şəbəkə ilə ötürülməzdən əvvəl informasiya elə kodlaşdırılır ki, informasiyanın həcmi 2 dəfə azalır. Əgər informasiyanın şəbəkə ilə baxaq məsələyə. Şəbəkə ilə ötürülmə sürəti 5 MB bölünsün saniyə olarsa, ilkin həcmi 60 MB olan faylı kodlaşdırılır. Sonra 60 MB ilkin həcmdirsə, 2 dəfə azalmada 30 MB olur və ötürülmə sürətimiz də 5 MB bölünsün saniyədir. Ona görə də 30-u bölürük 5-ə, alırıq 6 saniyə. A variantı. 87-də deyir, ASCII standartı haqqında verilmiş fikirlərdən doğru olmayanı seçin. Doğru olmayanı seçin. 0-31-ə qədər olan kodlar kompüter, printer və başqa qurumların istehsalçılarına verilmişdir. Hər bir simvol üçün kompüter yaddaşında 1 bitlik yox, 8 bitlik yer ayrılır. Səhv olan B variantıdır. Sonra 5 bitlik vahidlə kodlaşdırıla bilən ədədlərin maksimal sayı, 5 bitlə kodlaşdırılan ədədlərin maksimal sayı demişdik ki, 2-nin qüvvətinə qaldırırıq. Ona görə 32, 2 üstü 5. 8 bitlə kodlaşdırılan ən böyük natural ədəd isə demişdik ki, n bitlə kodlaşdırıla bilən ən böyük natural ədəd n bitlə kodlaşdırılan 2-nin üstü n qarşısında -1. N bitlə kodlaşdırılan simvolların sayı, maksimal sayı dedikdə isə 2-nin üstü n edirik. Burada da n neçə idi? 8 idi. Ona görə 2 üstü 8 sıx 1. Bu da edir 255. Baytlarla kodlaşdırılmış aşağıdakı məlumat neçə simvoldan ibarətdir? Burada neçə simvoldan ibarət olduğunu soruşursa, 1 bayt 8 bitdir. Və hər 0-1 də bildiyimizə görə 1-0-1 bitdi, 1-1 də 1 bitdir. Ona görə bunları 8-8 hissələrə bölürük və simvollarımızı sayırıq. Ya da ümumilikdə simvolları sayıb 8-ə bölürük, neçə simvol olduğunu müəyyənləşdiririk. Aşağıdakı məlumatda verilmiş və baytlarla kodlaşdırılmış müxtəlif simvolların sayı. Yeni qayda ilə bitləri simvollara bölürük, 8-8 bölməklə, çünki baytlarla deyir və daha sonra onlardan müxtəlif olanlarını sayırıq. Eyni simvollar deyil, burada yenə məsələ yeni tiplidir. Məlumatlar verilmiş baytlarla kodlaşdırılmış təkrarlanmayan deyirsə yenə müxtəlif simvolların sayını soruşur. İsrafil 28 mərtəbəli binanın 11-ci mərtəbəsində yaşayır. Onun həmin mərtəbədə yaşadığını bilmək bizə neçə bit informasiya verir? 8 mərtəbəli, 8 cığırlı
dedikdə biz bunu simvollu əlifba kimi başa düşürük. 28 mərtəbəli deyirsə, bunu Çin qüvvətlərinin arasına salırıq və 2/4 ilə 2/5 arasında yerləşdiyinə görə 28. 28 2/5 ilə 2/4-ün arasında yerləşir. 4 bitlə bunu kodlaşdıra bilmirik. Ona görə 5 bitlə kodlaşdırırıq. Demək, bir simvolumuz 5 bit olur. İndi bizə deyir ki, 11-ci mərtəbə haqqında məlumat. 11-ci mərtəbə bir dənə mərtəbə olduğuna görə bir mərtəbə haqqında məlumat elə 5 bitdir. Desəydi 11 mərtəbə haqqında məlumat, 11-i 5-ə vurardıq, deyərdik 55 bit. Əgər elektron sənədin hər səhifəsində 16 məsələ kimi baxaq. Hər səhifəsində 16 sətir varsa və hər sətirdə 128 simvol varsa, yenə əlifbanı demir, ona görə bir simvolu 1 baytla ASCII kodlaşdırması ilə götürürük. 40 kilobayt həcmimizdir, bərabərdir nəyə? 1 bayt vurulsun 16 sətir, vurulsun 128 simvol, amma bizdən neçə səhifə olduğunu soruşur. X səhifə deyirik, X bərabərdir 40 vurulsun. Kilobaytdan bayta keçirik, 1024-ə vururuq, bölürük, 16 vurulsun 128-ə. 204, 207, bura eləyir 211, burada eləyir 200, elə 210-la bunu ixtisar eləsək, 40 bölünsün 2 bərabərdir 20 səhifənədir. Neçə baxırdıq? İndi 96-da. 96-da deyil, müəssisənin işçiləri haqqında ümumi məlumat, bütün işçilər haqqında 16 megabaytdır. 16 megabaytdır. Hər bir işçi haqqında məlumat 8 səhifəlikdir. Hər sətirdə 32, hər səhifə 32 sətirdə ibarətdir, hər sətirdə də 64 simvol var. Deməli, 1 baytla hesablayırıq yenə ASCII kodlaşdırılması ilə. Və bundan da megabayta keçməliyik. Cavab bizə megabaytla verir. Megabayta keçəndə baytdan 2/20-yə bölürük. Bu bərabər olur 2/6, 2/5, 2/14. 2/14 bölünsün 2/20. Deməli, bir ixtisar eləyərik bunu. 1 bölünsün 2/6 megabayt. Bir işçi haqqında olan ümumi məlumat 1 bölünsün 2/6 megabaytdır. Ümumi 16 megabayt olduğundan 16-nı bölərik 2/6-ya. Bunu da yazırıq 1 bölünsün 2/6, 2/6 sürətə qalxır. 2/4 olsun 2/6 bərabərdir 2/10. Bu da eləyər 1024. Kitab orta hesabla 20 kilobayt tutuma malikdir və hər səhifəsində 64 simvol olmaqla 40 sətir var. Neçə səhifəsi olduğunu soruşur. Yenə kilobaytdan bayta gəlirəm. 20 vurulsun 2/10 bərabərdir 64 simvol var. 64-ü 2/6 yazıram və 40 sətir var. Vurulsun X səhifəmiz var. İxtisarları aparaq 2/3. X bərabərdir 2/3. Yəni səhifə sayımız 8. 98-də deyir, bir işçi haqqında məlumat 1024 simvoldur. 1024 simvoldur. Onda 4096 sayda işçi haqqında məlumat neçə ədəd 2 megabaytlıq diskə yerləşir. Bir işçinin haqqında məlumat 1024 simvoldursa və 1024-ü də H hesablasaq, 2/10 yazırıq 1024-ü və 1 bayta vururuq ASCII-də. Bu da eləyir 2/10 bayt və yaxud da baytla saxlayaq elə ki. Sonra deyir 4096 sayda işçi var. Ümumi həcmimiz nə olar? H ümumi də bərabər olar 2/16 vurulsun 4096-ın 2/12 göstərərik. Bərabər olar 2/22 bayta. Bu ümumi bütün işçilər haqqında olan məlumatdır. Və biz bunu nə etməliyik? Megabayta keçirməliyik. Megabayta keçirmək üçün də 220-yə bölərik. Deyərik ki, 2 megabayt. Və 2 megabaytlıq bu məlumatı neçə 2 megabaytlıq diskə yerləşdirmək olar?
elə bir dənə 2 megabaytlıq diskə yerləşdirə bilərik. Burada doğru cavab yoxdur, amma cavabımız bir diskdir. Məncə səhv eləməmişik. 2/10 vurulsun 1 baytlar 2/10 bayt elədir. 4096-da 2/12 deməkdir. 2/12 hatta doğrusu bura 4 bilmirəm. 4 megabayt 2/2 qalır. 4 megabayt və onda deməli 2 diskə yerləşdirə bilərik A variantı. Şəbəkənin qəbul etmə sürəti 8 megabit bölünsün saniyədir, megabitdir. Burada diqqət edək. Megabit bölünsün saniyədir. Şəbəkə ilə 20 saniyədə maksimum neçə megabayt informasiya qəbul etməlidir. H bərabərdir 20 vurulsun 8 megabit böl saniyə. Bunda yazaq 20 saniyə. 160 megabit bölünsün saniyə. Bizdən bunu megabaytla soruşur. Deməli, saniyə yox, həcmə keçmişik. 160 megabiti meganın olduğu kimi saxlayırıq. Bitdən bayta keçəndə 8-ə bölürük. Ona görə 8-ə bölüb elə 20 megabayt alarıq. Megası yerində qalır, bit hissəsində bitdən bayta keçəndə, bilirik ki, bitdən bayta keçəndə 8-ə bölürük. Demək, cavabımız olur C. Unicode ilə yığılmış kitabda bir səhifədə 32 sətr, hər sətirdə 64 simvol var. 80 kilobayt ümumi həcmi olan kitabda neçə səhifə olur? Yenə Unicode ilə kodlaşdırılırdı. Ona görə bir simvolu 2 baytla hesablayırıq. Və bir səhifəsində neçə səhifəsi olduğunu soruşur bizdən. 80 kilobaytı yenə yazıram, 80 vurulsun 2/10, birbaşa bayta gətirdik. Unicode-da bir simvol 2 baytla kodlaşdırılır və bir səhifəsində 32 sətr, 2/5 yazırıq bunu və 64 simvol 2/6 yazırıq. X sayda da səhifəsi var. İxtisarları aparsaq 2/5, 2/6, 2/10 ixtisar gedəndə X bərabər olur 20 səhifə. B variantı. Qovluqda video və audio tipli 10 megabayt informasiya var. Əgər qovluqdan 3.5 megabaytlıq video silinərsə, deməli 10 megabaytlıq video və audio var. Əgər qovluqdan 3.5 megabaytlıq video, onun çıxılsın 3.5 MB-da, yəni ki, bura olur 6.5 megabayt. 2560 kilobaytlıq audio silinəndə isə 2560 bölür 1024-də 2.5 megabayt edir. 2.5 megabaytını da çıxırıq, qalır 4 megabayt. 4 megabayt D variantı. Unicode standartı ilə yığılmış elektron sənədin hər səhifəsində 16 sətr və hər sətirdə 128 simvol varsa, yenə eyni qayda ilədir. 80 kilobaytdan bayta keçirik, 80 vurulsun 1024 və 128 vurulsun 16 vurulsun 2 vurulsun X bərabərdir. 80 kilobayt vurulsun 1024. Buradan da X bərabər. Mətn faylının hər səhifəsində 16 sətr və hər sətrində 128 simvol var. 50 səhifədən ibarət olan fayl Unicode-la yığılmışdır. 16 sətr 2/4 yazırıq. 128 simvol 2/7 yazırıq. 50 səhifəsi var və Unicode-la kodlaşdırılmışdır. 2 bayta buyuruq. Lazımdır ki, bu ümumi həcmini tapırıq əvvəlcə, ilkin həcmimizi və onu kilobaytla verdiyinə görə burada kilobayta keçirmək üçün 2/10-a bölürük. Deməli, qısa gedir 2/10-la 200 kilobayt. 200 kilobayt. İndi deyək ki, 200 kilobayt faylın həcmini neçə faiz azaltmaq lazımdır ki, həcmi 80 kilobayt olan bir yaddaş qurğusuna tamamilə yerləşsin.
Yəni arxivləşdiririkdə, belə deyək, neçə faiz arxivləşdiririk ki, 80% qalsın. Duraraq düzə. 40% arxivləşdirilmiş hissəsidir. Deməli, biz bunu 60% arxivləşdirmişik ki, məsələyə indi təzədən baxaq. 200 kilobaytı 60% arxivləşdirsək nə qədər qalır? 60% arxivləşdirəndə bunun 40% qalır və 40% də 80 kilobayt edir. Yəni bizdən arxivləşdirilən hissəsini istəyir, ona görə cavabımız A variantı olur 60%.